Milli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Bununla bağlı təşəbbüs parlamentin bugün keçirilən plenar iclasında irəli sürülüb. Milli Məclisin sədri Sahibə Qafarova çıxışı zamanı bildirib ki, sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Spiker qeyd edib ki, bu münasibətlə dövlət başçısına Milli Məclis adından rəsmi təbrik məktubunun ünvanlanması məqsədə uyğundur. Sahibə Qafarova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti mühüm inkişaf mərhələlərindən keçib. Ölkənin beynəlxalq mövqeləri möhkəmlənib, sosial-iqtisadi sahədə əhəmiyyətli nailiyyətlər əldə olunub. O, dövlət başçısının fəaliyyətinin bundan sonra da Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Deputatlar Sahibə Qafarovanın təklifini alqışlarla qarşılayıblar və Prezident İlham Əliyevə doğum günü münasibətilə Milli Məclis adından təbrik məktubunun göndərilməsinə yekdilliklə razılıq veriblər.